Birinci bord Bakı aeroportundan havaya qalxmağa hazırlaşır. İstiqamət Birləşmiş Ərəb Əmirlikliyinin paytaxtı Əbu Dabidir. İranın hava məkanındakı məlum risklər səbəbindən təyyarəmiz dolanbaz yollarla 7 ölkə səmasından dövrə vurmaqla Əbu Dabi aeroportuna çatır. Bakı və Əbu Dabi eyni qurşaqda yerləşdiyindən saat fərqimiz yoxdur. Temperatur fərqi isə Kutkalar təyyarədə qoyuruq da. Bakıda istilik 6 dərəcə, Birləşmiş Ərəb Əmirlikliyinin paytaxtında isə 26 dərəcədir. Fərəcdir, Nicat, Leyla inşallah. Bir de Banu sizə göstərəcək bir görüş otağı yerini. Ərəblər qonaqlarını ənənəvi içkiləri ilə qarşılayırlar. Əbu Dabi neftin səhralıqda yaratdığı şəhərdir. Parıltı şəhəri. Ötən əsrin 50-60-cı illərinə qədər balıqçı daxmalarının yerləşdiyi bu ərazidə neft yataqlarının kəşfi və qara qızılın ixracı əhəmiyyətli dönüş nöqtəsinə çevrildi. Bir neçə 10 illik bəs etdi ki, balıqçı qayıqlarını lüks avtomobillər, daxmaları isə göydələnlər əvəz etsin. Yerləşdiyimiz otelin əməkdaşı, həmvətənlimiz Murad bizi hərarətlə qarşılayır. Murad onu Əbu Dabiyə gətirən hekayəni də bizimlə bölüşür. Bakıda mən turist bələdçi olaraq çalışırdım. Qonaqlarımdan biri də burada məşhur bir otelin rəhbəri idi. O məni bəyəndi, dedi, istəyirsənmi bizlə işləmək? Mən də qəbul edim, gəldim və artıq 2 ildir ki, buradayam. Həm də Vətən müharibəsinin iştirakçısısan. Bəli, bəli. Hansı istiqamətlərdə döyüşmüşdün? Talışkən və Suqovuşan istiqamətlərində iştirak eləmişəm. Həmin vaxtı əskər olaraq müddətli hərbi xidmətə yollanmışdım və müharibə başlamışdı. Belə deyək, bu şərəfli görəv bizə qismət olmuşdu. Bəli. Və səhv etmirəmsə, hətta medalla təltif olunmusan. Bəli, bəli. 3 medalım var. Vətən müharibəsi iştirakçısı, Suqovuşanın azadlığı uğrunda medal, bir də cəsur döyüşçü medalı. Sumqayıtda doğulmusan və Sumqayıtda təhsil almışsan. Buradan Sumqayıta nə demək istəyərdin? Hər kəsə salamlarımı söyləyirəm. Hansı məktəbdə oxumuşdun? Mən orada Texniki Təbiət Elmlər Liseyi və 22 nömrəli tam orta məktəbə hər kəsə salamlar deyirəm, hər kəsi bağrıma basıram. Təsadüfən rastlaşdığımız Qarabağ Futbol Klubunun prezidenti Tahir Gözəl də ayaqüstü suallarımızı cavablandırır. Sıx bir qrafikə daxil olub Qarabağ və qarşıda çox məsuliyyətli, vacib bir oyun gözlənilir. Çempionlar Liqasının play-off mərhələsində Newcastle-la qarşılaşacaq komandamız. Şansları necə qiymətləndirirsiniz? Planlar nədən ibarətdir bu qrafikdə? Bilirsiniz, Newcastle-dan danışmadan əvvəl mən çox önəmli bir düşüncəmi bölüşmək istəyirəm ki, bugün Qarabağ hardadır? Qarabağ artıq bugün Avropada ən stabil klub olaraq artıq adlandırılır İngiliz mətbuatında.
artıq Qurban Qurbanovu deyirlər ki, Alice Fergusonun, təzə Alice Fergusondur dünyanın və doğrudan da bizə həsrət çəkirlər. Əvvələn, mən sizə deyim, Qarabağ bugün Avropanın ən stabil klubudur. Artıq bu liaqəti alıb, bu belə qiymətləndirilir. Çox gözəl yerlərə gəlmişik. Tarixi bir sezon yaşayırıq. Avropada 1200-dən artıq klub var və biz ilk 24-lə düşmüşük. Və artıq gigantlardır. Qrafika çox ağırdır, çox çətindir. Mən prezident kimi klubuma deyirəm, mənə nəticə mənim üçün vacib deyil. Əsas odur, atak, cəsarət. Bütün dünya desin ki, bu təhlükəli klubdur, bu klublarda. Bunların bizim şücaətimiz, baxın o cəsarətimizi dünyaya nümayiş etdirək ki, bunlarda qorxu yoxdur. Qorxusuz bir klub, məsələ budur. Qəzet erasının sona çatmasına müqavimət vasitələrindən biri. Qəzetlər bu cür tabletlərdədir. Səhifələmək mümkündür və oxumaq mümkündür. Təbii ki, bu tabletlərdən qəzetlərin qoxusunu almaq mümkün deyil, ancaq hər halda onların ömrünü uzatmaq mümkündür. Birləşmiş Ərəb Əmirliyi Azərbaycanın strateji tərəfdaşıdır. Ötən ilin sentyabrında tərəflər arasında hərtərəfli strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanıb. Bu sənəd Bakı və Əbu-Dabinin əməkdaşlığa yanaşmasının aydın ifadəsi və proqramıdır. Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 8 dəfə, Birləşmiş Ərəb Əmirliyi Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Ötən il iyulun 18-də burada Azərbaycan və Ermənistan liderləri arasında tarixi görüş baş tuturdu. Bəli, Əbu-Dabi Azərbaycanın sülh gündəliyinin reallaşması yolunda mühüm dayanacağı idi. Ötən ilin iyulunda bu isti paytaxtda sülh sərinliyini, sülh mehini hiss etdik. Azərbaycan və Ermənistan liderləri arasında 5 saata yaxın davam edən görüş Vaşinqton samiti öncəsi olduqca mühüm idi. Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji, o cümlədən bərpa olunan enerji sahəsini əhatə edir. Ərəb Əmirlikləri Azərbaycanda bərpa olunan enerji sahəsinə ən çox investisiya yatıran ölkələr sırasında ilk yerlərdə qərarlaşır. 2023-cü ilin oktyabrında açılışı olan Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliyinin Mastar şirkətinin investisiyası hesabına ərsəyə gəlib. Bu stansiya Xəzər dənizi regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon Amerika Birləşmiş Ştatları dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə ötən ilin sentyabrında gerçəkləşən səfəri çərçivəsində Qarabağa gəlişi isə xüsusi məna kəsb eləyirdi. Bu, ölkəmizin bölgədə yaratdığı yeni reallıqlara, böyük quruculuq və böyük qayıdış proqramına daha bir ölkənin siyasi dəstəyinin ifadəsi idi.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin görüşündə iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətləri bir daha nəzərdən keçirilirdi. Səfər çərçivəsində eyni zamanda bir sıra ikitərəfli görüşlər nəzərdə tutulur. Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamla görüşdə isə Zayed İnsan Qardaşlığı mükafatına görə təşəkkür etdi. Zayed fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nahyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirdi. Liderlərin birgə izlədiyi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Sülh Qalxanı 2026 birgə əməliyyat taktiki təlimi isə təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Proqrama əsasən 9:00-da Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır. Hazırda çəkiliş heyəti bu görüşə tələsir. Azərbaycan və Ermənistan liderləri arasında görüş məhz bu otaqda baş tutacaq. Azərbaycan nümayəndə heyəti solda, Ermənistan nümayəndə heyəti isə sağda yerləşəcək. Liderlərin görüşü nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə başlayacaq, daha sonra təkbətək formatda davam edəcək. Görüşdə liderlərin masasında nələr var? Not like this. Görüşün kadrları birbaşa rejimdə Bakıya ötürüləcək. Sülh müqaviləsinin paraflanması ərəfəsində sonuncu görüş raundu da məhz Əbu-Dabidə baş tutmuşdu. İndi də Azərbaycan və Ermənistan arasında müzakirə gündəliyi genişdir, kommunikasiyaların açılması, TRIP layihəsi, digər əməkdaşlıq və inteqrasiya məsələləri. Ermənistan çəkiliş heyəti görüş məkanına təşrif buyurur. If there is any special requirement or any principle, tell the gentleman, he will do it.
Thank you. Protokol hissəsi görüşün sona çatdı. Liderlər bu dəqiqədən sonra görüşü əvvəlcə geniş tərkibdə, daha sonra isə ikitərəfli qaydada davam etdirəcəklər. Bağlı qapılar arxasında regionun gələcəyini açacaq mövzular müzakirə olunur. Hələlik isə biraz gözləmək lazımdır. Zayed İnsan Qardaşlığı mükafatının təsis olunduğu tarixi görüş. 4 fevral 2019-cu il. Sülh Komitəsinin münsiflər heyətinin üzvləri və mükafatçıları lövhədə təqdim olunur. O cümlədən Azərbaycan və Ermənistan liderlərinin görüşünə və rəsmlərinə yer ayrılır. Ermənistan liderlərinin görüşünə və rəsmlərinə. Zayed İnsan Qardaşlığı mükafatının təltif etmə mərasimi məhz burada keçiriləcək. Hazırda tədbir yerində son hazırlıq işləri görülməkdədir. Now we have our honorees. Congratulations. Yes. We are one humanity, and we should not forget we are stronger when we are together. Zayed İnsan Qardaşlığı mükafatının təqdim etmə mərasimi məhz burada baş tutacaq, açıq havada və indi son hazırlıqlar görülməkdədir. Tədbirin təşkilatçılığı üçün. Mükafat 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə Əl-Əzhər Universitetinin böyük imamı Professor Əhməd Əl-Taib və Müqəddəs Papa Fransisk arasında keçirilən tarixi görüşü qeyd etmək üçün təsis edilib. Görüş zamanı onlar insan qardaşlığı sənədini imzalayıblar. Bəşəriyyət üçün barışığa və sülhə çağıran bu bəyannamənin tarixi əhəmiyyəti nəzərə alınmaqla iki dini lider 2019-cu ildə bu mükafatın fəxri laureatları seçiliblər. Qlobal olaraq qəbul edilən bu nüfuzlu mükafat bəşəriyyətdə sülhə və əməkdaşlığa tövbə verən, insanların həyatının yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərən şəxslərə verilir. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzun müddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülh mümkündür.